İndi Münxenə bağlanırıq, hörmətli tamaşaçılar. Əməkdaşımız Vüsal Mətləb efirimizə qoşulub. Vüsal, axşamınız xeyir olsun. Debatların episentrindən şərhinizi və təbii ki, ətraflı məlumatı öyrənək. Axşamınız xeyir Mümtaz. Bəli, Münxen Təhlükəsizlik Konfransı ənənəvi olaraq Avropanın təhlükəsizliyi məsələlərini nəzərdən keçirən platforma kimi qiymətləndirilir. Ancaq indi iki kontekstdə deyə bilərik ki, ən az iki kontekstdə deyə bilərik ki, bütün dünyanın diqqət mərkəzi buradadır. Birincisi, planetin üzləşdiyi hazırki risklər, təlatümlər. İkincisi isə dünyanın müxtəlif ölkələrinin liderlərinin, siyasi liderlərinin, dövlət və hökumət başçılarının, nazirlərinin, müvafiq struktur rəhbərlərinin məhz bu platformada bir araya gəlməsi. Görünür, bəlkə də tarixin ironiyasıdır bu. İkinci Dünya müharibəsinin ideoloji əsaslarının yarandığı şəhərlərdən biridir Münxen. İndi isə liderlər 3-cü Dünya müharibəsindən planeti qorumaq üçün məhz bu platformada, bu şəhərdə bir araya toplaşıblar. Azərbaycan ənənəvi olaraq bu platformanın imkanlarından böyük miqyasda istifadə edir. Azərbaycan lideri Münxen Təhlükəsizlik Konfransında ardıcıl şəkildə iştirak edir və bu dəfə də istisna deyil. Azərbaycan lideri dünən və bugün bir sıra iki tərəfli görüşlər keçirib, eyni zamanda açıq dəhliz siyasəti, Transxəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirələrdə iştirak edib. Biz hazırda indi media mərkəzindəyik və Münxen gündəliyini, Münxen hadisələrinin xronikasını, burada aparılan müzakirələri dünyanın 100-dən artıq ölkəsindən qeydiyyatdan keçmiş media nümayəndələri öz ölkələrinin auditoriyalarına çatdırmaqdadırlar. Azərbaycan prezidentinin iştirak etdiyi panel toplantı, panel müzakirələr barədə isə deyə bilərik ki, Azərbaycan liderinin suallara cavabında bir sıra istiqamətlərə xüsusi vurğu edilirdi. Bu, təbii ki, bölgəmizdə sülh və təhlükəsizlik, sabitliyin, dayanıqlılığının təmin olunması məsələsi idi. Eyni zamanda Azərbaycanın xüsusilə kommunikasiyalar mənasında, yəni şərq və qərb arasında oynadığı rola xüsusi vurğu edilirdi və Azərbaycan prezidenti Azərbaycanın etibarlılıq məsələsini və infrastrukturunu xüsusi olaraq qabardırdı. Qeyd etməliyik ki, Bakı-Tbilisi-Qars layihəsinin yük aşırma qabiliyyəti bugün 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Eyni zamanda dəniz limanı, bölgədə ən böyük dəniz limanı olaraq yük aşırma qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırılması ilə bağlı işlər davam etdirilir və Azərbaycanın malik olduğu 9 beynəlxalq hava limanı da Azərbaycanın müasir nəqliyyat infrastrukturunu qurduğuna dəlalət edən daha bir faktdır. TRIP layihəsinə xüsusi vurğu etdi Azərbaycan lideri, sülhün bölgəyə gətirdiyi imkanlar və fürsətləri qeyd etdi. Eyni zamanda bildirdi ki, Azərbaycan və Ermənistan arasında artıq əməkdaşlıq əlaqələri başlayır. Biz məhdudiyyətləri aradan qaldırdıq və artıq ticarətə başlamışıq və Azərbaycanın neft məhsulları, kritik enerji resurslarından biri neft məhsulları artıq Ermənistana çatdırılıb. Təbii ki, Azərbaycanın enerji kommunikasiyalarını qurma təcrübəsi özünü digər kommunikasiya kanallarının, marşrutlarının qurulmasında da göstərə bilər və artıq bu istiqamətdə addımlar atılır. Eyni zamanda burada TRIP layihəsini xüsusilə qeyd edə bilərik. Yeni nəqliyyat arteriyası kimi orta dəhlizin funksionallığını bir qədər də artırmış olacaq. Hələlik isə bizim Münxendən bugünün xülasəsi barədə çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Ətraflı məlumat üçün Vüsal Mətləbə təşəkkür edirik.